Nə yaxşı tez gətirdilər belə? Mənim sifarişlərim heç vaxt gecikmir də, Toğrul bəy. Bəs bu toyuq qanadlarını barbekü sousunda sevdiyimi hardan bildin? Katibənizdən soruşdum. Yaxşı fikirləşmisən. Çox sağ ol. Nuş olsun. Sənə zəhmət deyilsən. Bu marketdə işləyən işçilər var ha. Onların da yeməkləri vaxtı-vaxtında verilsin. Buna xüsusi nəzarət elə. Narahat olmayın. Nəzarət eləyərəm, problem deyil. Çox düşüncəlisiz, Toğrul müəllim. İşçilərinizə də çox dəyər verirsiniz. İşçinin əməyinə qiymət vermək borcumuzdur. Nəysə, anam evdə təkdir, mən gedim. Tək elə olsun. Amma deyəsən söhbətim xoşuna gəlmədi. Mənə bax, deyirəm bəlkə Toğrul'la danışım. Aytəni bağışlasın da, işə geri gətirsin. Sənin başın xarab olub? Hə? Aytən bu evə gəlsə, sən bu evdən gedəcəksən. Vicdan əzabı çəkirəm axı, qız bizə görə işsiz qalıb. Nə danışırsan? Bizim heç vicdanımız yoxdur. Ay qız, Aytən bu evdən getməsəydi, sən Toğrulu yuxunda da görməzdin. Yazıq qızı şərlədik, çıxdı, getdi. Allah bunun əvəzini çox pis çıxar, mən qorxuram. Qorxma. Gedib İradənin yanından sənə dua yazdıraram, qorxu duası. Aytən dərdini çəkməyi. Narahat olma. Elə bilsə mənim ürəyim ağrımır. O harda olur olsun başını dolandıracaq. Nəysə. İndi bu dəqiqə mövzumuz Aytən deyil, Banudur. Özündə bir dəqiqə dayan. Orada qonşuya çatacaq bir şey var. Gedim onu gətirim, verərsən. Anan gelin qonşusuna. Tez ol. Xavər xanım. Yaxşı gəlmişsən, heç xəbərim olmayıb. Hə, yarım saat olar gəldim. Xalamdan soruşdum sizi. Dedi ki, yatmısınız. Məndən narahat eləmək istəmədim. Yatmadan danışma. Elə yorğun idim ki. Gec yatdıq. Deməli, Banu buradaydı dünən. Elə güldük, danışdıq. Vaxt elə keçdi ki, kaş burada olardım. Elə yaxşı söhbət elədik ki. Hə, lap yaxşı. Yaxşı qız deyə Banu. Çox yaxşı qızdır. Sən də gəldin aşağıdan, qayıtdın, getdin, heç bizlə görüşmədin də. Niyə? Hə, gəlmişdim, amma anam özünü narahat hiss elədiyi üçün qayıtmaq məcburiyyətində qaldım. Hə, Toğrul dedi. Allah şəfa versin. Çox sağ olun. Üzüyü də taxmısan. Hə, taxmışam. Yaxşı eləmisən. Sənə bir ana məsləhəti. Bilsən, bu uşaq oyunu deyil. Hər dalaşanda o barmağında küzüyü ata bilməzsən axı. Kişilərin belə şeylərdən xoşu gəlmir. Sənə məsləhətim. Diqqətli ol. Yaxşı? Düz deyirsiniz. Bir də belə bir şey olmayacaq. Söz verirəm. İnanıram. Əlbəttə ki. Amma heyf Banunu görmədin də. Dayan, amma deyəsən gedib şirkətdə tanış olmusan. Bəli.
Şirkətdə tanış olduq, elə ayaqüstü biraz danışdıq. Onun işləri çox idi, ona görə çox söhbət edə bilmədik, amma yaxşı qızdır. Deyirəm də. Bundan sonra işləri lap çox olacaq, çünki onlar bir yerdədirlər. Bir yerdə işləyəcəklər, həmişə bir yerdə olacaqlar. Çox yaxşı qızdır, ağıllı, savadlı. Bax belə çox gözəl ailədəndir, çox gözəl ailədəndirlər. Razıyam, çox yaxşı qız oxşuyur. Nəysə, mən gedim, anam evdə təkdir, yanında olmalıyam. Üzrünü sayın mənə. Yaxşı, yaxşı. Oldu. Görüşərik. Bunu apar. Verərsən, yaxşı? Sağ olun. Yaxşı. İndi bu niyə gəlmişdi ki? Elə belə məndən söhbəti var idi. Elə belə, hə? Ha, elə belə. Amma mən elə fikirləşmirəm. Özü bu günləri Ləmanla Banu tanış olublar. Görək. Bəs nə? Necə olub? Heç mənə deməyib heç nə. Yox, bir şey olsaydı mənə deyərdi. Amma Ləmanın üzünə baxan kimi hiss olunur ki, Banunu qısqanıb. Gözləri qan çanağına dönmüşdü əsəbdən. Mənə də bu lazımdır da. Ləmanın. Hə, bəli, Ləmanın. Yox, səhv başa düşmüsünüz. Deyirəm, səhv başa düşməmişəm də. Yox, səhv başa düşmüsünüz. Onun fikri ancaq doğruldur. O bir şey olsaydı mütləq mənə Banunun adını çəkərdi. Mən onu əlimin tanıyıram. O çəkmir. Sən çək Banunun adını onun yanında. Tez-tez çək. De ki, Toğrul'la bir yerdə işləyirlər. Həmişə bir yerdədirlər. Dəli elə onu. Yəni bu yolla ayırmaq istəyirsiniz də. Bəs nə? Əlbəttə. Olmaz. Sən mənim dediklərimi elə, mən bilməsəm danışmaram. Bəli. İndi o Toğrul'un üstünə düşəcək, qısqanacaq, gedib ondan dava eləyəcək. Toğrul da bezəcək, gedəcək Banu ilə. Oturub duracaq. Bizə nə lazımdır? Bu. Deyirsiniz. Bəli. Ha, yaxşı. Ha, ağıllı fikirdir. Mən əlimdən gələni eləyəcəm, narahat olmayın. Yoxsa olmaz. Sən əlindən gələni eləmə. Əlindən gələnin artığını elə. Toy olmamış, bu işi həll eləyək, bitsin. Yaxşı? Baş sağ ol. İfritə. Yəqin hansısa eləyib də. Hacan Ləman. Alo, Toğrul. Ləman, nə olub? Səsin qəribə gəlir. Evə gəlirdim, qapının ağzında gördüm ki, kimsə maşının yan şüşəsini sındırıb. Necə yəni? Bilmirəm də, kim eləyib bilmirəm. Yaxşı, yaxşı Ləman. Gəlirəm indi. Banu, mən üzrü say. 1-2 saata qayıdıram mən. Yaxşı. İşinizdə olun. Oldu. Deyirəm də, Ləman xanım yaman qısqanıb. Bəli, Fikrət müəllim. Mən axı ərizəmi yazmışam, işdən də çıxmışam. Siz mənə əmr eləyə bilməzsiniz.
Atam gəlsin, özüm ondan danışacağam. İndi isə işlərim var. Banu desən Elxan müəllim şad deyil, hə? Sizin başqa yerdə işləməyinizə. Əslində heç mən də razı olmazdım, sevinməzdim ki, sizin kimi bir peşəkar, işini belə bilən, gələ başqa bir yerdə işləyə. Mən bilirəm belə. Amma narahat olmayın. Əgər lazımdırsa, mən canla başla sizə kömək edə bilərəm, atanızdan danışa bilərəm. Bu iş mənliydi, mən həll edərəm. Hı? Ehtiyac yoxdur. Mən xoş niyyətlə... Geldim abla, geldim. Samir. Ay bala, burada neynirsən sən? Deməmişəm, zəng eləməmiş gəlmə. Ana, danışmalıyıq. Ay bala, ne danışacağıq? Gəl də gəl evdə danışarıq. Gəl. Hay Allah. Gördün maşını nə günə qoyublar? Yaxşıdır, kefini pozma. Mən də düzəldərik. Bir necə mədəniyyətsiz adamlar var, sındırmısan heç olmasa nömrə qoy get də. Keyfim pozuldu ya. Niyə belə oldu ki? Keyfin pozulmasın. Deyirəm, həll eləyəcəm. Bir şey ki, pulla həll olunur. Ona görə keyfi pozmalısan. Dəmir parçasıdır da. Hələ bundan sonra o qədər maşın vuracaqsan ki, özün sürəndə. Bu adam deyirəm kimdirsə, səni qabaqlayıb, səndən qabaq maşını vurub. Toğrul, bəs də. Həll eləyərik, narahat olun. Yaxşı? Çay içirsən? İçirəm, gətir. Bu ne işiydi başımıza gel. Nurayın üzünə baxa bilmirəm. O qız bu olanların heç birinə layiq değildi. Yaxşı bəs. Kızın hamile olduğun kim xəbər eləyib Nuraya? Məndə də baş qalmayıb, Kim eləyəcək? Günel deyib də. Günel deməyib. Bəs kim deyib? Mən dedim. Elə bildim o hər şeyi bilir. Mən də yalan danışmaq istəmədim. Getdim, hər şeyi etiraf elədim. Ay, hay! Halal olsun. Yaxşı eləmsən. Çox böyük qələt eləmsən, hələ tezcənə gedib xəbər də eləmsən. İndi nə edəcəksən? İstəsəm də heç nə eləyə bilmərəm. Nuray mənim həyatından silib. Üzümü də görmək istəmir. Hələ hər şeyi də qardaşına deyib. Nə? Doğrula deyib. Vay, evimiz yıkıldı. Evimiz yıkıldı. Bu ne işiydi benim başıma geldi. Of Samir, of! Toğrul hər şeyi bilir. Vəssalam, vəssalam. Toğrul bilirsə, Xavərə xəbər eləyəcək. Dayan, Xavər bilsəydi bu gün mənə heç nə deməyib, bax. Yəqin, nəsə plan cızıblar, bizim barəmizdə. Ay ana, nə danışırsan sən? Nə plan? Canına azar danışıram. Gözünə vərəm danışıram. Hələ üstümə çımxırır. Ana, nə danışırsan? Elə bilirsən Toğrul bu qısası qoyar bizdə. Göründü bizim başımızdan oynaşacaq. Hoşluq doğulandan sonra nə edəcəyik? Narahat olma.
getdiyinə də uşağı götürdüm. Mən o qızın da həyatını məhv elədim. Hə? Götüzdürüb deyirsən? Hə. Yaxşı, eyb yox, sakit ol. Sən qəsdən eləməmsən ki. Ana, ürəyim partlayır. Nuray məni bağışlamayacaq heç vaxt. Yaxşı Samir, yaxşı. Sakit ol, sakit ol. Eyb yox. İndi olub da, kəş olmayaydı, amma olub da. Bir şey fikirləşəcəm, dayan. Sən narahat olma. Hər şeyi yoluna qoyacağım. Oldu qardaş, gözləyirəm. Ünvanı göndərdim də sizə. Oldu. Bəs salam, məsələ həll olundu. Nə Gəlib yaxşı. maşına aparacaqlar. Nə gözəl. Al. Yadımdan çıxmamış bunu da götür. Neynirəm bunu? Necə neynirsən? Ürəyin nə istəsə alarsan. Torul niyə belə eləyirsən axı? Nə ehtiyac var? Neynirəmiş? Ləman onsuz da biz evlənəndən sonra bu kartdan səndə bir neçə dənə olacaq. İndi sənə bir dənəsini hədiyyə eləyirəm. Kartın səndə olmağı nə pisdir ki? Götür, istədiyin kimi alış-veriş eləyərsən, nə lazım olsa anına da alarsan. O qədər düşüncəlisən ki, həqiqətən bəzən fikirləşirəm ki, mən sənə layiq deyiləm. Sən hər şeylə gözəlinə layiqsən. Mən heç vaxt tək qoyma yaxşı. Bax, həmişə belə yanımda ol. Bir ömür boyu. Mən səni heç tək qoyaram. Hı? Heç vaxt. Neysə, aclığım var, yemək hazırlayım. Yox, toxam yemək yemişim. Şirkətdə yedim. Nə yemisən? Banu qəşəng sevdiyim toyuq qanadlarından sifariş vermişdim. Banu. Yəqin toyuq qanadlarda barbekülü olub, hə? Eynən. Bu Banu xanım hardan bilir ki, sən barbekülü toyuq qanadı sevirsən? Banu xanım katibəmdən öyrənib, Ləman xanım. Düşüncəli qız imiş, bax, xasiyyəti xoşuma gəldi. Hə, doğrudan yaxşı qızdır. Xasiyyəti xoşuma gəldi, düşüncəli qız imiş. Yaxşı, gedim mən. Getməyəcəksən. İndi mən gedirəm, yemək hazırlayıram. Qəşəng oturub yeyəcəksən. Yaxşı? Bir də gedəyəm, tox qarnına. Bəli, tox qarnına. Yəni sən Banu xanımın barbekülü toyuq qanadlarını yeyə bilirsənsə, mənim də yeməyimi yeyərsən də. Hı? Gözlə burada. İşə düşmədik.
Solmaz. Nəsə olub? Məndən xəbərsiz nə qələtlər eləyirsiniz bu evdə? Mənim də indi xəbərim oldu. Bəs niyə qabağını almadın? Sən elə bilirsən ki, onlar eyni kursda olsalar, aralarında nəsə münasibət düzələcək? Heç nə olmayacaq. Mənim qızım dərs oxumalıdır. Universitetə girməlidir. Başa düşdün? Oğluna de ki, qızımdan əl çəksin. Narahat olmayın. Mən onunla danışmışam, Nurayın yoluna belə çıxmayacaq. Bəs onda niyə gəlmişdi? Uşağım xəstədir. Soyuqlayıb. Dedim gəlsin bir tikə çaydan, çörəkdən verim, supdan, seldən yesin, bəlkə isti yemək yer yaxşı olar. Oh, siz ana bala mənim əsəblərimlə oynayırsınız da. Neynir eləsin? Gözümə görünməsin, yaxşı? Onsuz da yatıb. Yaxşı işinlə məşğul ol. İfritənin elə bil hər yerdə gözü var, kamerası var. Kızım evdesin. Hə, bayaq gəldim. Qurban olum sənə. Heç olmasa bir dənə zəng elədiyinə ki, ay ana evdəyəm də. Mən də narahat oluram axı. Bağışda heç fikrim özümdə deyil, bilirəm ki, nə edirəm. Nə oldu? Atom pulunun hamısını xərcləyib? Səncə indiyə qədər atamda pul qalar? Təbii ki, xərcləyib. Amma mən həll elədim, narahat olma, Nurlanın pulunu qaytardım. Hardan tapdın pulu? Alo? Vay? Ben elə bilirdim biz senden küsmüşük, danışmırıq. Hardasan? Sənlə danışmalıyıq. Hele dünən onda bizim eve yəqin məndən danışmaqdan ötürü gəlmişdin, hə sən, hə? Deyəsən görmüsən, ha? Hə, qaqaş, mən diqqətliyəm, mənim gözümdən işlə qaçmır. Nəyə görə gəlmişdin, nə edirdin, nə görüm? Telefon söhbət deyil də. Gəl üzbəyüz danışaq. Hə, üz-üzə. Mən də elə boşam, bax, avarayam, bax, oturmuşam. Milçə öldürürəm, hara desin orada durub gəlirəm. İşim gücüm var, mən hər dəqiqə durub qaçıb sənin yanına gələn deyiləm ki. Bilmirəm, bir 2-3 gündən sonra vaxtım olar gələrəm, danışarıq. Yaxşı. Amma deyirəm, biraz dincəlin, biraz istirahat edin. Siz dayanmadan elə işləyirsiniz maşallah. Yox, işlərim yarımçıq qalanda özümü narahat hiss edirəm. Halal olsun. Halal olsun. Deyirəm, bax, belə gözəl, belə zərif, incə, belə ağıllı, işini bilən olasan, istirahətsiz işləyəsən. Həqiqətən mən çox sevinirəm, ha. Sənin sayəndə bizim bu şirkətimizdə də, elə ev burada da, mağazalarda da bütün işlərimiz əla gedəcək. Mən minnətdarım. Çox sağ ol. Amma təşəkkürə gərək yoxdur. Mən öz işimi görürəm. Oldu. Onda mənə üzürlü say, mənim işim var, gedib işimi əldə eləyim. Sonra görüşərik. Mağazada dizayn məsələsində gələrəm, görüşərik. Sizin ora gəlməyinizə ehtiyac yoxdur. Mən özüm həll eləyəcəm. Oldu. Uğur olsun. Nə oldu? Bəs mənə demişdin, daha bir də yalan danışmayacaqsan, hə? Başqa çarəm yox idi. Sən başa düşmürsən ki, o pulu Toğruldan mən istəməsəydim, Nurlan istəyəcəkdi. Elə də daha pis olacaqdı. Neyniyim? Ləman, yadından çıxarma. Bir dəfə yalan danışan həmişə danışar. Ay ana, sən elə bilirsən məni xoşdur belə olmağı. Mən utandığımdan Toğrulun üzünə baxa bilmirəm. Hər gün qorxu ilə yaşayıram. Qorxmalısan da.
Əgər Toğrul sənin ona yalan danışdığını bilsə, bir də üzvə baxmaz. Xahiş edirəm, bəsdir də belə danışma. Sən belə danışdıqca mən lap pis oluram. Ləman, yadında saxla. Bu həyatda heç nə gizli qalmır bala. Geç tez, üstü açılır. Ağıllı ol. Banu. Nə olub? Nə fikirləşdin? Yox, heç nə olmayıb. Dizaynı bəyənməmisən? Bəyənməmisənsə dəyişdirə bilərsən. Yox, narahat olmayın. Əsas odur ki, Şahmar müəllimə siz bəyənmisiniz. Yox, olmaz. Oradakı bütün işlərə cavabdehsənsən. Yəni nəsə ürəyincə olmasa, bəyənməsən, de bilim. Yəni belə deyə bilməyəcəm. Amma göstərə bilərəm. Necə göstərəcəksən? Gəlin gedək göstərəm. Buyur. Salam. 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 Ləman mənim nişanlımdır. Aa, xoş gördük. Mən Banu. Şad oldum. Mən də. Hə, Ləman. Xala, Toğrul evdədir. Yox, hələ gəlməyib. Nədir ki? Necə yəni? Yaxşı, sonra danışarıq. İşim var. Ləman idi zəng eləyən. Hə, Toğrul soruşurdu. Gördün olmaz. Toğrulu qısqanmağa başlayır. Yaxşı oldu. Qoy dəli olsun. Ona bu da azdır. Qoy fikir eləsin. planımız işə yarayır ha. Olmaz. Mən oğluma adımıza layiq, ailəmizə layiq qız alacağam. Yaxşı enişdən. Sənə elə adına layiq qız gəlməlidir. Alacaqsan axı. Ləman. Hara getsən? Marketə gedəcəm. Bir iki şey almaq istəyirəm. Başın xarab olub sənin bala. Bu soyuqda bayıra çıxarlar. Bir də ki, məhəllədəki dükanlar hamısı bağlıdır. 24 saat açıq olan market var, ora gedəcəm mən, narahat olma. Özün bilərsən.
Salam, axşamınız xeyir Salam, olsun. hoş geldiniz, hoş geldiniz. Buyurun, Akşamınız xeyir. her vaxtınız xeyir olsun, hoş geldiniz. İndi bura niyə gəldik ki? Bazarlıq eləməyə. Ha. Daha doğrusu bazarlığın sirlərini öyrətmək üçün. Mən niyə bazarlıq eləyə bilmirəm? Mənə elə gəlir ki, biz qadınlar qədər yox. Məncə yanılırsan. Mən çox nadir hallarda yanılıram. Yaxşı onda xanım qız öyrədin mənə bazarlığın sirlərini. İndi təsəvvür elə ki, biz evliyik, 2 dənə uşağımız var. Oğlan yoxsa qız? Sadəcə təsəvvür eləmək üçün dedim. Yaxşı təsəvvür elədim. Böyük uşağımız da qızdır. Hə, lap yaxşı. İndi bunu götürürsən, uşaq üçün ən xeyirli meyvələri yığırsan. Baş üstə. Aha. Necədir? Bax gördün, bilmirsən. Necə bilmədim? Uşaqlar portağal xoşlayırlar da. Xoşlaya bilərlər, amma çox yeyə bilməzlər. Portağaldır, mandalindir, sitrus meyvələrini çox yemək olmaz, həkim məsləhəti olmadan. Əşi, siz qadınlara qalsa uşaqlar gələ heç nə yeməsin. Mən həmişə uşaqlıqda portağal yemişəm. Mən demirəm ki, yemək olmaz. Sadəcə allergiya uşağa vermək olmaz da. Yoxlamaq lazımdır. Həkim müayinəsindən keçməlidir, bəlkə birinin allergiyası var. Yaxşı ki, sənin uşağın yoxdur, yoxsa uşağı candan öldürərsən. Mən əminəm ki, uşağıma çox yaxşı nəzarət edəcəm, ciddi şəkildə. Aha. O da ki, məndən xəbərsiz heç nə eləyə bilməyəcək. Hə, bizdə də elə idi. Anam heç nəyə icazə vermirdi. Həmişə gedib atamdan icazə alırdı. Atalar elədir də, uşaqlar ərköyün eləyir. Əslində mən də ərköyün idim balaca olanda. Amma xaricdə olanda bunun əziyyətini çəkdim. Sonra psixologiya ilə bağlı çoxlu kitablar oxudum və o xasiyyətimi tərk etdim. Tərk etdin? Məncə heç tərk etməmisən. Niyə elə deyirsən? İnadkarsan axı. Dediyini edirsən. İnadkar olmaq pis deyil ki. Yaxşı bir şeydir. Qadınlar, qadınlar. Həmişə axırıncı sözü siz deməlisiniz də. Əlbəttə ki, son sözü qadın deməlidir, yoxsa maraq olmaz. Nəysə, bazarlığımızı eləyək, yoxsa səhəri kimi burada durub söhbət eləyəcəyik. Necədir? Amma son sözü kişi deməlidir. Məncə məni qıcıqlandıra bilməyəcəksən. Bu nə deməkdir ki? Bunlar niyə belə mehribandılar? Buyurun xanım. Çok sağ olun, var olun. Siz sağ olun, Allah razı olsun. Sağ olun cümlemizden, tesir gelin. Şirin ağzından yesin inşallah. Çox sağ olun. Çox sağ olun, bazar olsun. Sağ olun, var olun. Necədir? Bazarlığımı bəyəndin? Əlbəttə. Bəlkə belə eləyək, sənin üçün yaxşı bir meyvə tərəvəz dükanı açın, işlədəsən. Açarıq, onu da açarıq. Bazarlığımızı elədiyimizə görə məncə yeni açılan mağazaya gedib qalan işlərimizi görə bilərik. Yox, bugünlük bəsdir. Ən yaxşısı gedə evdə dincəl. Axı mən işləri təhvil verməliyəm. Həm də ki, yarımçıq qalanda narahat oluram. Xanım qız, mən sənin müdürünəm. İşçi də gərək müdürün sözündən çıxmasın. Yaxşı. Necə istəyirsiniz? Gedək? Siz narahat olmayın, verin, mən taksi ilə gedərəm. Elə şey yoxdur. Gecənin bu vaxtı mən səni tək buraxa bilmərəm. Gəl. Yaxşı. Deyirəm, halal olsun sənə. Özünü müalicə eləməyə bacarmısan. Nəyi nəzərdə tutursan ki? Bayaq dediyini nəzərdə tuturam. Hə. Yəni, ümumiyyətlə insan özü-özünün ən güclü psixoloqudur.
Orası elədir, amma insan özünü tanımaq üçün çox vaxt itirir. Düzdür, çox vaxt itirə bilər. Amma çox şey də öyrənir. Əsas odur ki, insan özünə qarşı dürüst olsun, bir də ki, əsas ehtiyaclarını bilsin. Məncə insan öz zəif tərəflərini görüb onları dəyişdirməlidir. Amma bəzən mübarizə aparmaq əvəzinə sadəcə kənardan müşahidə etmək də kifayət eləyir. Yəni demək istəyirsən ki, insan olduğu kimi özünü qəbul etməlidir. Tam olaraq onu nəzərdə tutmuram. Yəni insan özünü dəyişdirə bilər. Sadəcə olaraq bunu eləyəndə gərək özünü stressə salmasın. Bir də ki, hisslərlə yox, daha çox məntiqlə qərar versin. Gəl belə eləyək. Sən belə bu seanslar keçirdəndə məni dəvət elə. Olar. Sənə indirimlə. Bura qədər əziyyət çəkdim. Çox sağ ol. Heç bir əziyyət yoxdur. Gecən xeyrə qalsın. Xeyrə qarşı. Samir. Ay Samir. Samir. Durmursan bala. Saat neçədir ana? Çoxdan yatmışam mən. Hə, çoxdan yatmısan. Dur. Niyə oyatmısan məni? Yaxşı yemək bişirmişəm. Ye, gedərsən. Toğrul gəlsə, Nuray gəlsə mən onlara nə deyəcəm? Onların üzünə necə baxacam? Narahat olma, sakit ol. Mən Xavər xanımdan icazə almışam. Bir tikə yeməyini yeyərsən, gedərsən. Ana, mən Toğrulla üz-üzə gəlmək istəmirəm. Pencəyim ana mənim. Çöldən açmışam özümkilərin yanına. Ay bak. Sən burada nə işin var? Toğrul qardaşım, Nə işin var burada? hər şeyi izah eləyə bilərəm.